Deyirəm, oyan Azərbaycan, İranın sənə ehtiyacı var. Bu səsləri ki eşitsən ha bu günlər, tənha bir şəhrin səsi deyil, bir millətin səsidir. Tehranındır, Təbrizindir, Zəncanındır, Ərdəbilindir, Urmiyenindir. Qalxın da, qalxın göstərin siz Ata Babəkin oğlanlarısınız, qızlarısınız. Qalxın göstərin Səttarxanın, Bağırxanın oğlanlarısınız, qızlarısınız. Məcə dolar Təbrizdə, Azərbaycanda 3000 tüməndir, Tehranda 150 min tümən. Məcə qızılın qiymətləri orada Tehranda, Azərbaycanda fərqi var. Məcə siz bu haqsızlığı görmüsünüz. Urmu gölü qurudu ha. Deyirəm ki, o haqsızlar ki Məşəddə olur, Tehranda olur, Kərəcdə olur, Həmədanda olur, Azərbaycanda da olur da, qalxın. Getdiniz Pezeşyana, Əhmədi Nicada, hər çox bir sürə rəy verdiniz, bir sürü gəlin millətin arxasında durun, məmləkətimizi bu mollaların əlindən alaq. Çünki bu mübarizə bir şəhrin mübarizəsi deyil, bir millətin mübarizəsidir. Sabahları tarix yazacaq, qoy yazsın Azərbaycanlıların qeyrətli oğlanları, qızları da qalxdı, millətin dalında durdu. Mən bir dənə Azərbaycanlı İranın o bir əqvamların yanında qoymayın başım aşağı olsun. Qalxın Azərbaycanın qeyrətin təsirini görsədin. Bu qızları ki vururlar, bu oğlanları ki vururlar, öldürürlər bizim qızlarımızdır. O kəslər ki etisab edib hamımız bilirik, çoxları Azərbaycanlıdırlar. Pəs qalxın, bu bizim inqilabımızdır. Bugünlər xiyabanlar danışır, sabahları tarix yazacaq. Heç qüdrət millətin qabağında dayananməz. Azərbaycanlılar qalxın, millətin arxasında durun. Azərbaycan hər zaman görsədib İranın dalında dağ kimi dayanıb. Yaşasın İran, yaşasın Azərbaycan, yaşasın Pəhləvi.